Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, deməli Balakən şəhərinin en güzel kentlərindən biri olan Gereklidə, daha doğrusu burada Gereklidə Mahmanın kəsişməsidir. Xahiş edirəm, kənd həyatını sevənlər baxsın. Çox gözəl yerdə, dağın ətəyidir. Düz dağın üstündə, göstər qardaş, pəh-pəh-pəh, buz kimi qəşəng havası olan yerli yayda. Gözəl, 7 sot torpağı olan Dədə Baba evi deyirlər, Dədə Baba evi deyirlər, nənə yerə gedək gəzməyə də belə. Elə bir ev satılır, Allahın izni ilə baxın. İstəyən odunla yandıra bilər, qazla yandıra bilər. Allahın izni ilə mən belə yerlərin xəstəsiyəm. Super bir yerdə. Doğrudan buranın mənzərəsi məni heyran eləyir. Deməli, bir dənə qoyunu yıxırsınız böyrü üstə, 10-15 metr uzunluğunda bir dənə mangal, bir kletka buz kimi komport istirahətinizi eləyirsiniz. Bakıdan qonaqlar gələndə qalmırsınız tələsə, hara aparım, gəzməyə hara aparım. Cavab belə yerə pul verib gedir. Amma sən bir dənə pul verirsən, müftə yaşayırsan. Evin önündən, bax. Bak arkadaş. Bak mənzərəyə bax. Bak. Bütün yer görsənim. Ona qonşuya bizim qonşuya bax, mürəbbə bir şeydir. Bizim qonşulara görsəniz. Super qardaş. Evin önündən görüntüsündən bax. Razı olsaq qurudan xurmalar paydır bizdən. Peki müştəri gəlsin, bu xurmaları pay verirəm. Aparın yiyin için, aparmayın, elə burada yiyin. Gəl qardaş. Bak. İçindəki ipdən bağlayıblar. Canavarı boğan etdikləri. Canavara uzaq başı bu tüpürüb qaça bilər. Başqa heç nə. İtlərini də bağlılar. Gəl qardaş, gəl, bax. Maşallah. Ora bax. Bu 7 sot ümumi olaraq. Amma dağa qədər gedir sahəsi, bax. Dağa qədər gedir. Dağın bütün hər yeri bu evə məxsus başdır. Cüqülara bax, qardaş, cüqülara bax. Maşallah. Qardaş, gedib magazindən alıb yeyirsiniz. Ona da kəsin təbii özünüz belə çəmənib eləyib. Belə ütürsüz toyuğu da üst başını, olursan qəşəng, maşallah. Bax, göstər, kuru gələ. Mən bura heyran oldum, qardaş. Bir də inşallah evin içərisinə. Bir dənə çöldən görürsünüz, göstər, qardaş. Dizayna baxın, doğrudan da əsl Dədə Baba evidir, qardaş. Dədə Baba evi, getdik. Deməli, yerdən 50-60 biləkən yuxarıdadır, hündürdür. Gəl, qardaş, bismillah. Bax. Bak oduna bak. Oy maşallah. Oduna bak kardeş. Odunun güzelliğine bak. Kuru. Gel. Bura dəhliz değil kardeş. Ya. Bir ambar otağı var. Bir ambar yedi otağı var. Bu bir. Gel kardeş. Burası bir böyle göster. Ay sağ ol. Yok bari çıksın oradan. Gel. Bu oturma tarafı ispadoluk. Müşteriler elinden gelir, dahil yasak. Bak bu oturma otağıdır, salondur gördüğünüz gibi. Ay sağ ol. Yok nasıl, ahırı bilinmedi kardeşim bunu. Gel. Burası diğer otağıdır. Yaş, bir tane patoloğu göster. Bu dizaynı ustalar bilir. Bu necə olunur? Bu dizayn necə olunur? Biliyorum kim cevap verebilir? Patologlara bu dizayn kesmişler. Bak. Evi fırla, otağı fırla. Ay sağ ol. Gel kardeş gel. Deməli, burada bir tane otaq var. Bak kardeş, bak. Pencerəni açıq qoyursan, yağış yağanda, yağışa baxa, üçü birində bir tane kofe zat, oturub yanına kitab da oxuyursan güya. Burada mətbəx kimi istifadə olunur. Baxın, mətbəx kimi istifadə olunur, qəşəng. Qiymətə qeyd edəcək, baxın. Baxın. Burası sanitar qovşağı və sanuzeli, qəşəng. Kafeli zat necə lazımdır. Yəni, dağ suyunla inşallah, təbii suyunla ne edəcəksiniz? Yuyacaqsınız. Deməli qardaşlar, biraz yoruldum. Qiyməti 50.000 deyil, 55.000 deyil, 48.000 deyil, 46.000 deyil. Bu gözəl mənzərə, şu dağla bir yerdə mən sizə dağı da satıram. 45.000'ə təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, qardaşınız sizdən inşallah bu dağın mənzərəsində geçən samovar da çayın oyan bir zat köz qoyub qiymətli endirib eləyəcək. Bir daha demək istəyirəm, 45.000 manat təklif olunur. Allah malda mülkünüzdə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.